Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullah. Əhl-i sünnəyə görə səhabələrin fəzilət baxımından sıralaması necədir? Gəlin bunu birlikdə öyrənək. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmdən sonra yaradılanların ən üstünü Əbu Bəkir Siddiqdir. Allah ondan razı olsun. Bu barədə Allah Azze və Cəllə Qurani Kərimdə belə buyurur. İki nəfərin ikincisi Sövr dağında mağarada olarkən o vaxt Peyğəmbər dostuna, yəni Əbu Bəkrə, kədərlənmə, çünki Allahın yardımı bizimlədir deyirdi. Burada Allah Azze və Cəllə Əbu Bəkir radiyallahu anhı ikincilərdən biri olaraq zikr etmişdir. Həmçinin digər bir ayədə Allah Azze və Cəllə Allaha qarşı gəlməkdən çəkinən kimsə oddan uzaq tutulacaqdır buyurmuşdur. Bu ayədə təfsirçilərin icması ilə qəsd olunan şəxs Əbu Bəkir radiyallahu anhdır. Həmçinin Ömər bin Xəttab radiyallahu anh Həzrəti Əbu Bəkir radiyallahu anh'a belə demişdir. Sən bizim əfəndimizsən, ən xeyirlimizsən və Allah Rasuluna sallallahu aleyhi və səlləm ən sevimlimizsən. Həzrəti Əbu Bəkirdən sonra fəzilət baxımından ən üstün səhabə Ömər bin Xəttab radiyallahu anh'dır. Bu barədə Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Məndən sonra bir Peyğəmbər olsaydı, bu Ömər bin Xəttab olardı. Həzrəti Ömərdən sonra isə Osman bin Affan radiyallahu anh'dır. Bu barədə də Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Osman bin Affan bu gündən sonra nə edərsə etsin, bu ona zərər verməz. Hətta Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu sözünü 2 dəfə təkrarlamışdır. Osman bin Affandan sonra isə Həzrəti Əli radiyallahu anh'dır. Bu barədə Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm Əli məndəndir, mən də Əlidənəm buyurmuşdur. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm başqa bir hədisi şərifində səni yalnız mömin sevər və yalnız münafiq sənə nifrət edər deyərək Həzrəti Əliyə xitab etmişdir. Günlərin birində Həzrəti Əlinin oğullarından biri olan Muhammed bin Hənəfiyyə atasından belə soruşur. Allah Rasulü sallallahu aleyhi və səlləmdən sonra insanların ən üstünü kimdir? Həzrəti Əli cavabında Əbu Bəkirdir deyir. Daha sonra Muhammed bin Hənəfiyyə ondan sonra kimdir deyə soruşduqda Həzrəti Əli cavabında sonra Ömərdir deyir. Muhammed bin Hənəfiyyə deyir ki, mən Osman deyəcək deyə qorxdum və soruşdum ki, sonra sənsən? Həzrəti Əli isə cavabında mən sadəcə müsəlmanlardan biriyəm deyir. Həmçinin İmam Əbu Hənifə rahiməhullah Əl-Vəsiyyə kitabında belə buyurur. Biz iqrar edirik ki, Peyğəmbərimiz Muhammeddən sallallahu aleyhi və səlləm daha sonra bu ümmətin ən üstünü Əbu Bəkir, sonra Ömər, sonra Osman, daha sonra Əlidir. Allah onların hamısından razı olsun. Çünki Allah subhanahu və teala belə buyurmuşdur. Və 3-cü zümrə dünyada ikən Allahı razı salacaq əməllərdə önə keçən möminlər, məhz onlar cənnətdə yüksək dərəcələrə sahib olmaqla axirətdə də öndə gedənlərdir. Məhz onlar müqərrəb olan kimsələrdir. Onlar naim cənnətlərindədirlər. Və kim daha öncədirsə, o daha üstündür. Əhl-i-sünnə olaraq biz səhabələrin hamısını yalnızca yaxşılıqla, hörmətlə, ədəblə, həmçinin salih dua ilə xatırlayırıq. Allah Azze və Cəllə Qurani Kərimdə belə buyurmuşdur. Onlardan, yəni mühacir və ənsardan sonra gələnlər də belə deyərlər. Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman etmiş qardaşlarımızı bağışla. Həmçinin böyük alimlərin sözlərindən sabit olduğu üzrə haqq əhli qatında səhabələrin hamısı ədalətlidir. Biz onları və onları sevənləri sevirik. Həmçinin onlara nifrət edənlərə və onları xeyirli olmayan şeylərlə xatırlayanlara nifrət edirik. İman edirik ki, səhabələri sevmək din, iman və ehsan, onlara nifrət etmək isə küfür və azğınlıqdır. Heç bir səhabəni də həddindən artıq sevmirik və heç bir səhabədən də uzaqlaşmırıq. Həmçinin biz Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin cənnətlə müjdələdiyi 10 səhabəyə də Allah Rasulunun etdiyi kimi şahidlik edirik. Onlar 4 xəlifələrdir. Əbu Bəkir, Ömər, Osman və Əli. Daha sonra isə Talha bin Ubeydullah, Zubeyr bin Avvam, Sa'd bin Əbu Vaqqas, Səid bin Zeyd bin Nufeyl, Abdurrahman bin Avf və Əbu Ubeydə bin Cərrahdır.
Allah hamısından razı olsun. Allamə Şeyx Nidal Əl-Hənəfinin qələmə aldığı və Ustad Ramazanın da tərcümə etdiyi Tövhid Risaləsi kitabından nəqlən. Vəlhamdülillahi Rabbil aləmin.